Axşamınız xeyirli olsun Radyo Vəkil proqramını dinləyənlər. Bizə qoşulub və Yurd FM-də bu vaxtı gözləyib Radyo Vəkildə öz hüquqla bağlı olan suallarına cavab axtaranlar doğru ünvandasınız. Sizinlə mən Xəyal Orucoğludur və düz bir saat ərzində həm söhbət olacaq. Bugün sizinlə həmişə olduğu kimi yenə hüquqdan və onun müəyyən belə desək mənada qaydalarından, məcəllələrimizdən və ümumilikdə olaraq sizi maraqlandıran məsələlərdən danışacağıq. Bugün də çox maraqlı bir mövzunu və dinləyicilərimizin də günlərdə bəlkə deyərdim ki, gözlədiyi bir məsələləri yenidən sizinlə müzakirə edəcəyik. Əslində həftəki 5 gün ərzində Radyo Vəkil proqramında vəkillərimiz qonaq olurlar. Onlar müxtəlif mövzuları əhatə edən sualları cavablandırırlar, amma xüsusilə pensiya, sosial müavinət və sosial təminatla bağlı olan suallar gözləniləndir və spesifik sahə olduğuna görə bu sahəyə aid olan vəkillərimiz də var ki, onları da məhz dəvət edirik proqramımıza ki, qonaq qismində iştirak etsinlər və bizimlə birlikdə dinləyicilərimizin göndərdiyi, bizə ünvanladığı sualları cavablandırsınlar. Vəfadar Piriyev, xoş gəlib, səfa gətirib. Vəkil qonağımız bugün Vəfadar müəllimdir. Xoş gördük. Xoş gəlmisiniz və qeyd edim ki, yenə bu bir saat ərzində sosial təminatla bağlı danışacağıq. Bu arada suallarınız varsa ünvanlaya bilərsiniz. Pensiya, əlillik və s. bu qəbildən olan sualları rahatlıqla göndərə bilərsiniz. Bugün bu suallara tam şəkildə açığıq və Vəfadar müəllim bizim, eləcə də sizin suallarınızı cavablandıracaq və bizi maraqlandıran məsələlərə aydınlıq gətirəcək. 099 6 907 907 bu bizim WhatsApp nömrəmizdir və bundan savayı bizə suallarınızı həmçinin sosial media hesabından da ünvanlaya bilərsiniz. Bugün çalışacağıq ki, mülki məsələlər, ailə münasibətləri və s. onsuz da onu digər günlərdə də müzakirə edirik. Amma sırf bugün pensiya, sosial müavinət, təminat və s. bu qəbildən olan suallarınızı göndərin ki, əlimizə fürsət düşmüşkən, Vəfadar müəllim gəlmişkən onun bilgilərindən maksimum şəkildə faydalanaq. Və eyni zamanda bizi hal-hazırda Yurd FM-in YouTube və TikTok səhifəsində, eləcə də Vaxt Medianın YouTube və TikTok səhifələrində izləmək, dinləmək mümkündür. Oradan da suallarınızı yaza bilərsiniz. Açıqdır, aktivdir. Yazın, göndərin, burada cavablandıraq. Və İstərdim ki, mövzumuzla əvvəlcə bir giriş eləyək. Vəfadar müəllim, siz də bizə köməklik göstərin. Sosial təminatla bağlı, daha doğrusu sosial təminatla bağlı hüquqi problemlər nələrdir? Bax, bu barədə bir giriş edək, danışaq, sonra keçişələk suallarımıza. Dinləyicilərimizi salamlayıram. Burada hüquqi problemlərdən biri, ən ümdə olan məsələlərdən biri vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması məsələləridir. Yenidən hesablayıb düzgün təyin olunub olunmama məsələləridir. Vətəndaşlar buradan narazılıq keçirirlər. Misal üçün 50 yaşdan, 52 yaşdan, 55 yaşdan vətəndaşlara güzəştli şərtlərlə zərərli əmək şəraitində işləyən şəxslərə pensiya təyin olunub. Sonradan onların əmək pensiyaları yenidən hesablanıb və 45-ci maddənin 2-ci yarım bəndinə əsasən əmək pensiya haqqında qanunun tələblərinə əsasən, 38-ci, 37-ci maddənin tələblərinə əsasən pensiyanın yenidən hesablanmalarıyla bağlı bu saat məhkəmələrdə kifayət qədər problemlər var, iddialar var. Sonra əlilliklə bağlı ləğv olunmuş əlilliklər, əlillik təyinatı ilə bağlı, dərəcələri ilə bağlı problemlər, aktual problemlər bunlardan ibarətdir. Bir dənə də aktual problem bu saat sağlam imkanları məhdud olan şəxslərin hərbi xidmətə çağırılması ilə bağlı məsələlərdir. Bu da aktual problemlərdir. Misal üçün o günə mətbuatda işıqlanmışdı ki, ayağında 3 barmağı olmayan, əlində 2 barmağı olan vətəndaşın hərbi xidmətə çağırılması nə dərəcədə doğrudur, bu ilə də bağlı məsələlər var. Aktual məsələlər bunlardan ibarət. Bu da sosial təminatın bir hissəsidir. Çox ciddi məsələlərdir əslində və elə bax belə bu dedikləriniz əslində həm də dinləyicilərimiz üçün bir mesaj idi ki, bax bu səpkili sualları da göndərə bilərsiniz. Buyursunlar, kifayət qədər. Yəni açıq qardaş yana deyək də belə. Boşanma ilə bağlı, cinayətlə bağlı mənə suallar verməyin də. Yəni və amma cavab verərəm, amma mən o dərəcədə ixtisaslaşmış vəkil deyiləm. Biz onsuz da o sualları ertələyirik. Çünki o suallara digər günlərdə kifayət qədər cavablandırmaq üçün vaxtımız olur. Ona görə də bugün suallarımız və danışacağımız məsələ sosial təminat, veteranlar, əlilliyin təminatı veteranlar da və s. Bəli. Yazın suallarınızı gəlsin. Biz də burada cavablandıraq. Və 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bu fürsət həmişə ələ düşmür. Yəni çünki pensiya ilə bağlı olan məsələləri həmişə soruşa bilmirik. Spesifik sahədir deyə. Bir dinləyicimiz soruşur ki, veteranların pensiyası ilə bağlı sual ünvanlayıb ki, 2020-ci ildən bugünə kimi vergilər bir neçə dəfə artıb, amma veteran pensiyası qalxmır. Bunu hər halda vəkil bilə bilməz. Əlbəttə ki, bu məsələ dövlətin
yurisdiksiyasına aid bir məsələdir. Dövlətimiz bu ilə bağlı işlər görür, pensiyaların təyini edir. İndiyən ki, müavinətlərin artırılmasına bağlı iş görərlər. Əminəm, inanıram buna. Bir dinləyicimiz də soruşur ki, övladım lal və kardır, 100% eşitmir. Bəli. Və 3-cü qrup verilib, elə başa düşdüm ki, bu nə dərəcədə düzgündür? Buyurun. Nə dərəcədə düzgündür? Bu biz müraciət edirik əlilliyin təyinatı ilə bağlı 187 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş, əsasnamə ilə təsdiq olunmuş qaydalara, orada göstərilən əlilliklə bağlı, yəni bu diaqnozla bağlı məsələdən, yəni qəbul olunan qərardan vətəndaş narazıdırsa, tövsiyə edirik ki, vətəndaşa müvafiq inzibati məhkəməyə müraciət eləsin. Tutaq ki, qeydiyyatı vətəndaşın Hacıqabul rayonudur. Müraciət eləməlidir Şirvan İnzibati Məhkəməsinə. Şirvan İnzibati Məhkəməsinə də ərizəsində yazanda desin ki, əlilliyin təyin olması barədə bu qərarın ləğvi barədə dəyişdirilməsi və müvafiq əlilliyin təyin olması vəzifəsi cavabdehin üzərinə qoysun. Orada da hakimdən xahiş eləsin ki, hakim bir ekspertiza təyin eləsin. Ekspert müəyyən eləsin ki, vətəndaşın görmə, eşitmə, duyma, bu ilə bağlı qabiliyyəti, yəni diaqnoz öz təsdiqini tapırmı, tapmırmı? Diaqnoz öz təsdiqini tapandan sonra ona müvafiq əlillik dərəcəsi təyin olunmalıdır cədvəl üzrə. Sağlam imkanların pozulmasının 65-80 köhnə 2-ci dərəcə və yaxud sağlam imkanların pozulmasının 35-60 dərəcə 3-cü dərəcə. Öz qüvvədə də qala bilər bu. Bu asılıdır məhkəmə araşdırmasının gedişatından. Yəni, çünki adətən dinləyicilərimizdən belə sual gəlir ki, yəni şəxs 100% eşitmirsə və yaxud da ki, danışmırsa da, yəni bu nə dərəcə 3-cü qrupun verilməsi? Bu 3-cü dərəcəyə uyğun deyil. Bəyan edirəm burada, hörmətli dinləyicilər və görən şəxslər, dinləyən şəxslər, izləyicilərimiz, bəli, şahidi olsunlar. Amma indi atalarımızın bir misalı var. Heç kim öz ayranına turş deməz. Vətəndaş deyir 100%-dir. Bəlkə diaqnozda 100% yazılmayıb. Buna kim hüquqi qiymət verməlidir? Məhkəmə. Yaxşı ki, məhkəmələr var. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Görmə qabiliyyəti 2% olan vətəndaşa neçənci qrup əlillik düşə bilər? 2%. Yəni artıq burada siz nəzərdə... Demək olar ki, şəxs ümumiyyətlə görmür. Şəxs ümumiyyətlə görmür. Burada birinci dərəcə əlillik təyin olunmalıdır. Yadda saxlayın, hörmətli dinləyicilər, görməklə və eşitməklə bağlı əlilliyin təyinatı çox çətindir. Oradakı Tibbi Sosial Reabilitasiya Agentliyinin əməkdaşları, həkimləri buna titizliklə yanaşırlar və həssaslıqla, yəni üzr istəyirəm, bunu həssaslıqla, cümlələrimizi düzgün seçməliyik, sözlərimizi. Oftalmoloji mərkəzə, Zərif Əliyev adına oftalmoloji mərkəzdən müayinə aktı əldə edib, müraciət edə bilərsiniz Tibbi Sosial Reabilitasiya Agentliyinə və yaxud göndəriş, ən yaxşısı, poliklinikaya müraciət edirsiniz, göndəriş göndərilir, forma 8-in göndərilməsi ilə bağlı, müvafiq görmə ilə bağlı, Tibbi Sosial Reabilitasiya Agentliyi komissiyada sizin görmə vəziyyətinizi müəyyən edir və müvafiq əlillik təyin etməlidir. Bu yaxınlarda deyil, hər şey gərək düzgün danışasan. Bu yaxınlarda mətbuatda da gördüm, Tibbi Sosial Reabilitasiya Agentliyi statistika elan edir, nə qədər şəxsə əlillik təyinatı olubdur. Yəni bu zəif statistika deyildir. Statistika yadımda deyil. Amma kifayət qədər əlillik təyin olmuşdur və kütləvi informasiya vasitələrində bununla bağlı elanlar var. Mən əminəm ki, o vətəndaşa birinci dərəcə əlillik təyin olunacaq. Əminəm ona. Bir dinləyicimiz soruşur, bu sualda səsləndirib reklam fasiləsinə keçiş alacağım, amma yeri gəlmişkən sosial mediadan gələn sualları səsləndirəcəyik. Bugün sırf pensiya, sosial müavinət, təminat və bu qəbildən olan sualları, əlilliyin təyinatı və s. olan sualları cavablandırırıq. Bir dinləyicimiz soruşur ki, mən hüquq mühafizə orqanında çalışıram, 15 il orqanda çalışır, hal-hazırda da deyir, 2 il universitet, 1 il hərbi xidmət, ümumi stajım 29 ildir və 46 yaşım var. Mən hansı halda tez pensiyaya çıxa bilərəm və neçə faizdən çıxa bilərəm? Əvvəlki qanunvericiliklə vətəndaş 55%-lə, 50-55% dərəcəsi ilə yaşa görə əmək pensiyası təyin oluna bilərdi, güzəştlik stajı. Orada tələb olunurdu 15. Amma hal-hazırda 25 ildir sosial sığorta. Yəni həmin dövlət qulluğunun xüsusi növündə işləmə stajı 25 ildən çox olmalıdır. Vətəndaş da səhv etməmişsə həmin stajı yığıb hüquq əldə etməmişdən sonra, qanuna dəyişiklik olmamışdan qabaq əldə etməyib. Ona görə də vətəndaşa 25 il sosial sığorta stajı varsa, bu ilə bağlı varsa əgər həmin dövlət qulluğunun xüsusi növündə, misal üçün daxili işlər orqanlarında müraciət edir dost xidmətinə ki, bəs mənim dost xidmətinə də müraciət edib məsləhət ala bilər. Amma özünün şəxsi heyət baş idarəsi, səhv etmirəm, Daxili İşlər Naziri idi deyəsən vətəndaş
öz baş idarəyə yaxınlaşıb deyə bilər ki, məlumat vərəqəsini doldurub göndərilməsi ilə bağlı tədbir görün. Onlar ona deyəcəklər ki, sizin qulluq stajınız bu qədərdir, sizin əsas vəzifə üzrə yerinə yetirici stajı bu qədərdir. Paykovoy deyirlər ruslar ona, ərzaq pulu və s. Baxı bunların hamısı məlumat vərəqəsi Nazirlər Kabinetinin 135 saylı qərar ilə təsdiqlənib göndərilməlidir. Göndərib ona müvafiq pensiya təyinatı həyata keçirilə bilər. Məlumat almaq istəyirsə, hesablatma aparmaq istəyirsə, Dost xidmətinin acil xidmətinə müraciət eləsin. Aydındır. Yeri gəlmişkən suallarınız varsa yaza bilərsiniz. Gələn suallar var. 099 6 907 907 WhatsApp nömrəsindən yazılan suallardır və eyni zamanda bizi sosial media hesabından izləyən izləyicilərimiz öz suallarını göndərə bilərlər. Onların suallarını isə reklam fasiləsində belə səsləndirməyə çalışacağam ki, birlikdə cavab almış olaq. Çünki suallar çox olur və istəyirik ki, dinləyicilərimizin çox sualını cavablandıraq ki, burada birlikdə hüquq sarıdan mariflənmiş olaq. Hələ isə qısa reklam fasiləsi. Qayıtlı gəldik. Reklamlar yekunlaşdı. Radyo Vəkil proqramını dinləyirsiniz. Proqramın aparıcısı mən Xəyal Orucoğludur. Bugünkü vəkil qonağımız Vəfadar Piriyevdir. Sosial müavinət, sosial təminat və bu qəbildən olan sualları cavablandırırıq. Spesifik bir mövzudur və bununla bağlı suallarınız varsa yaza bilərsiniz. Pensiya, əlilliyin təyinatı və s. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar var. Bizi hal-hazırda Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində də izləmək mümkündür. Oradan da öz suallarınızı göndərə bilərsiniz. Bir dinləyicimiz soruşur ki, 3 az yaşlı övladım var. Nə mənim rəsmi iş yerim var, nə də xanımın, yoldaşımın. Bizə sosial, yəni ünvanlı sosial yardım düşə bilərmi? Aydındır. Ünvanlı sosial yardım VEMTAS sistemi vasitəsilə Sosial Xidmətlər Agentliyi, daha doğrusu Dövlət Sosial Müdafiə Fondunun müvafiq qaydada belirlədiyi komissiya tərəfindən müəyyən edilən bir qərarla vətəndaşa təyin olunur. Vətəndaş dost xidmətinə müraciət etməlidir. Dost xidmətinə təqdimat verilməlidir ki, yəni sənədlər təqdim olmalıdır ki, baxın, bizim ailə tərkibimiz bundan ibarətdir, işsizlik barədə arayışımız budur, bu sənədləri təqdim edirik və bizə müvafiq qaydada müavinət təyin edin. Komissiya gələcək, müəyyən edəcək ki, o vətəndaşa müavinət təyin oluna, daha doğrusu ünvanlı sosial yardım təyin oluna bilər, təyin ola bilməz. Tutaq ki, təyin olundu, çox sağ olun, əla. Təyin olunmadı, bu ilə bağlı qəbul olunmuş qərardan inzibati məhkəməyə icraat qaydasında şikayət verə bilər. Aydındır. Bilməm, bu sizin sahəni əhatə edir yoxsuyuq, amma oxuyacağım hər halda sualı. Atam hərbiçi olub, ev veriblər. 1983-cü ilin evidir, ordeni də var, amma özəlləşdirmirlər. Və Asan Xidmət Mərkəzinin məhkəmədə də bax, bununla bağlı bir mübahisə də olub, elə başa düşdüm ki, buyurun. Aydındır. Mənim sahəmdə izah eləyəcəm. Daşınmaz əmlakın dövlət reestri aktı qanunun 8-ci maddəsində göstərilib ki, hansı sənədlər əsasında, mən lori dilindən deyəcəm vətəndaşa, özəlləşmə həyata keçirilə bilər. Onlardan da biri orderdir. Şərt, xidməti orderdirmi? Yoxsa yox. Əgər xidməti orderdirsə, o özəlləşmə prosesinin predmeti ola bilməz. Xidməti orderlər dövlətin müstəsna mülkiyyətində olan mənzillərdir. Sayılır, hə? Və müvəqqəti olaraq vətəndaşın müvəqqəti istifadəsinə, yaşama hüququnun təmin olunması məqsədindən verilir. Əgər xidməti order deyilsə, adi orderdirsə, yəni ki, qeyri-xidmətidirsə, bu ilə bağlı vətəndaşın hüququ var ki, daşınmaz əmlakın dövlət reestrinə qarşı məhkəmədə iddia qaldırsın. Müvafiq daşınmaz əmlakın olduğu yer üzrə. Bakı əmlak Bakıdadır, Bakı İnzibati Məhkəməsi. Və iddianın perspektivinin bir dənə də nüans deyim, əgər həmin binada başqa mənzillər qeydiyyatdan keçibsə, həmin əsaslar üzrə, eyni əsaslar üzrə, o da ona köməklik eləyəcək məhkəmədə. Qonşularından birinin çıxarışın sürətini versin hörmətli məhkəməyə və desin ki, bərabərlik prinsipi burada mənə də tətbiq olunmalıdır. Aydındır. 3 uşaq var, 60 yaşım olacaq. Neçə yaşda pensiyaya çıxa bilərəm? 25 ildə iş stajım var. Vətəndaş 65 yaşa çatanda ümumilikdə onun avtomatik pensiya yaşına çatır, yaşa görə əmək pensiyası təyin oluna bilər. Mövcud qanunvericilik çoxuşaqlı anaya görə pensiyanın təyin olunması ilə bağlı göstəriş var ki, çoxuşaqlı ananın minimum sayı 3 uşaqdır. Bu ilə bağlı tövsiyə edirəm ki, müraciət eləsin dost xidmətinə, müvafiq ona müavinət təyin olunsun. 65 yaşına çatdıqdan sonra isə vətəndaşa müvafiq yaşa görə əmək pensiyası, əmək pensiya haqqında qanun 7-ci maddəsinə təyin olunacaq. Aydındır. Bir dinləyicimiz də soruşur ki, deyir, beləcə də yazıb, kimisə dəli olmağı haqqında arayışı varsa, ona sürücülük vəsiqəsi verilə bilərmi və ala bilərmi? Sağlamlıq imkanları məhdud faiz dərəcəsi ilə, yəni fəaliyyət qabiliyyətsiz məhkəmə qaydasında təsdiqlənmiş psixiki pozuntusu kəmağıl olan şəxslərə münasibətdə
bir qayda olaraq birinci dərəcəli əlillik təyin olunur və qanunvericilikdə konkret göstərilir ki, birinci dərəcəli əlillər sürücülük hüququndan məhrum edilirlər. Yəni onlar sürücülük hüququ daşımırlar. Əgər qanunsuz kimsə birinci dərəcəli əlil olma, qanunsuz var da belə hallar, sürücülük vəsiqəsi əldə edilibsə, bu etibarsız sürücülük vəsiqəsidir. Aha. Əlil uşağa baxan şəxs neçə yaşında pensiyaya çıxa bilər? Gözəl sual. Sağlam imkanları məhdud olan şəxsə birinci dərəcədə təyin olunan pensiya nə olmalı? Vətəndaş nə etməlidir burada? Birinci əlildirsə, vətəndaş fəaliyyət qabiliyyətsiz sayılıbsa və yaxud sayılmayıbsa, vətəndaş müraciət rayon icra hakimiyyətinin qayyumluq himayəçilik komissiyasında müvafiq qeydiyyata düşməklə ki, bu sağlam imkanları məhdud olan şəxsə qulluq edir. Orada müraciət etməklə, qeydiyyata düşməklə bu sənədləri ilə müvafiq müraciət edir dost xidmətinə və deyir ki, mən qeydiyyata düşmək istəyirəm, sağlam imkanı məhdud olan şəxsə qulluq etməyə görə. Ona müvafiq müavinət təyin olunacaq və müavinətin miqdarını yalan deyərəm, deyə bilmərəm, dost xidmətinə müraciət edib əldə edə bilərlər. Aydındır. Digər suallar da var. Dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallardan biri belədir ki, qaynatan 5 ildə ölüb 700 manat veteran kimi pensiya alırdı. O vaxt qaynanan pensiya yaşına çatmamışdı. İndi isə qaynanan pensiya yaşına çatdı və cəmi 220 manat yaşa görə pensiya alır. Qaynanan 220 manatı yox, 700 manat pensiyanı ala bilərmi? Ala bilərsə nə etməlidir? Ala bilər. Pensiyanın avtomatik qaydada hesablanması və təyin olunması ilə bağlı qərar qəbul olunubdur. O qərarın tələblərinə əsasən pensiya avtomatik təyin olunmalıdır. Lakin bu halda təyin olunmayıb. Vətəndaş müraciət edir. Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlər üzrə təyinat üzrə mərkəzi filialına, eyni anda da müraciət edir sosial təyinat üzrə mərkəzi filiala müraciət edə bilər. Bu yazılı qaydadadır. Kifayət qaydada dost xidmətinə müraciət edə bilər ki, belə deyək də, ölmüş şəxsin pensiyasının alınması ilə bağlı. Vətəndaşa pensiya təyin olunsun və ailə başını itirməyə görə əmək pensiyasının təyinatı ilə bağlı bayaq əmək pensiya haqqında qanunun 14-cü maddəsini istinad elədim. Vətəndaşa 14-cü maddənin tələblərinə əsasən ailə başını itirməyə görə pensiya təyin olunmalıdır. Əgər pensiya yaşına çatıbsa. Pensiya yaşına çatıbsa. Bir dinləyicimiz də soruşur ki, yaşım deyir 62-dir. Sosial kartımda, yəni o hesabda 46.080 manat pul var, kapitalı var. Tez pensiyaya çıxa bilərəm. Yəni o kapitalın artıq təmin olunması tez çıxmağa imkan yaradırmı? Qanun deyir ki, 7-ci maddə. Əmək pensiyası haqqında qanun. 25 il sosial sığorta stajı olmalıdır. Vətəndaş pensiya yaşına çatmalıdır. Pensiya kapitalı bir dənə də orada qeyd hissəsi var da əlavə. Pensiya kapitalı 45.000 məncə kifayət eləmir. Yəni kifayət qədər çox olan 45.000-dən çox pensiya kapitalına malik olan şəxslər pensiya, yəni vaxtından tez pensiyaya çıxa bilər. Bu qanunvericilikdə belə göstərilir. Təəssüf ki, həmin vətəndaşlara münasibətdə çox vaxt görürük ki, onlara avtomatik qaydada pensiya təyin olunanda sırf yaşa görə pensiya təyin olunur. Yəni 65 yaşına çatdıqda təyin olunur. Və bu ilə də bağlı məhkəmələrdə bir sıra proseslər gedir, anlaşılmazlıqlar gedir. Bu hissədə qanun dəqiq göstərilir. Vergül qoymur, deyir və ya. Aydındır. Bir dinləyicimiz də soruşur ki, deməli, 24 il stajım var, mənə də 220 manat sosial verirlər, sırf stajı olana da 220 manat verirlər. Əgər işləmək istəsək, onu da kəsirlər. Bu qanunda olan boşluq deyilmi sizcə? Boşluq deyil. Niyə boşluq olur ki? Hörmətli vətəndaş, sizin 24 stajınız var. Qanun deyir 7-ci maddədə deyir ki, 25 il sosial sığorta stajı tələb olunur. Sizin də bir iliniz çatmır. Düz demirəm? Bir ilinizi doldurmaq üçün deyirsiniz ki, sizə imkan vermirlər. Heç kimin əmək fəaliyyəti ilə məşğul olmağa qanunvericiliklə və yaxud qadağa qoyula bilməz. Əmək qabiliyyəti, əmək münasibətlərinə daxil olmaq könüllüdür. Aydındır. Deyir ki, 5 il almışam, sonra 2 illik ediblər. Səbəb bilmir. Yəni əlillik alıb 5 il, 2 il ediblər. Bunun necə olur ki, yəni o nasıl olur? Bilirsiniz necədir? Orada Tibbi Sosial Reabilitasiya Agentliyinin müvafiq komissiyası vətəndaşın yəqin ki, reabilitə olma imkanlarını nəzərə alıb müalicə ilə bağlı. İndi baxmaq lazımdır onun diaqnozuna. Elə diaqnoz var ki, məsəl üçün bayaq ki, implant. Sümüyə implant qoyublar. Onun sağalma imkanları varmı? Yox. O implant da ömürlükdür. Elə implant var ki, müvəqqətidir. Onun ora aidiyyatı yoxdur. Oynağa qoyulan implant mənim zənnimcə müvəqqəti ola bilməz. Yəni onun reabilitə olunma imkanları nəzərə alınmalıdır. Ona görə onu 5 ildən 2 ilə endiriblər ki, burada reabilitasiya dövrü keçməlidir.
Aydındır. Baxmaq lazım diaqnoza. Deyir ki, xanımam 64 yaşım var, martda tamam olub. Tənha qadınam, pensiya düşə bilərmi? 65 yoxsa olmalıdır tam? Allah ömür versin. İnşallah bir il səbirli olun. 65 yaşınız tamam Ondan olanda tez sizə mümkün yaşa deyil, görə müavinət ala bilərsiniz. Kimsəsizdirsə və yaxud da keç kimi yoxdursa, yenə də O kimsəsiz olan şəxslərə Bəyəxların vətəndaş sual verir ki, ünvanlı sosial yardım. Müraciət eləsin dost xidmətinə, ona ünvanlı sosial yardım ayırsınlar. Bir digər sualımız var. Deyir ki, 33 ildir evi yenidən tikmişik, ortaq alınıb. Bu mülki məsələlərlə bağlıdır. Olsun, versin sual. Deməli, soruşur ki, ailə birlikdə tikib belə başa düşdüm ki, nikah dövründə. Aydın. İndi köçəndə biz əlavə tikili üçün sualı tam oxuya bilmirəm. Yəni sualda hərfləri qarışdırıb dinləyicimiz Bir də göndərsin. Zəhmət olmasa biraz o düzəliş eləyin. Ailə köçəndə biz əlavə tikili üçün təməl qoya bilərikmi filan anlamıram. Yəni tam olaraq sualı ki, sizə də ünvanlayım. Zəhmət olmasa sualı tam və dolğun yazın, hərf ola bilsin ki, səhvi var, anlaya bilmirəm. Bir dənə düzəliş verə bilərəm. Bəli, Bayaq vətəndaşın verdiyi suala da bu pensiya kapitalı 45 mindən yuxarıdır. Yəni 7-ci maddədə konkret göstərir də 65 yaşa indi bərabərləşdi. Müəyyən yaş həddinə 65 yaşa çatmış qadınlar, kişilər pensiya kapitalı 45 mindən yuxarıdırsa, onun sosial sığorta stajından yazır ki, asılı olmayan, yəni pensiya minimum məbləğindən asılı olmayaraq yazır. Xahiş edirəm 7-ci maddəyə vətəndaşlar diqqətlə baxsınlar. Orada alternativi oxusunlar. Yəni ki, orada dəqiq göstərilib ki, pensiya kapitalı müvafiq dərəcədə 45 mindən yuxarı olmalıdır. Minimum onda pensiya təminatına yaranmayacaq. Aydındır. Bir dinləyicimiz də soruşur ki, 2007-ci il təvəllüdlü şəxs 2016-cı ildə 9 yaşında birinci tip şəkərli diabetlə 18 yaşı tamam olana dək qeydiyyatda olduğu diabet mərkəzindən müvafiq insulinə təmin olunmaqla 300 manat müavinət alıb. 18 yaşı tamam olandan sonra insulinin həddi azaldıldı və müavinətin verilməsi tam dayandırıldı. Aydındır. Hazırda 19 yaşı var. İndi onun müavinətini bərpa etmək olarmı və bir il ərzində almadığı müavinəti də bərpa etmək mümkündürmü? Mən hesab edirəm ki, olar. Niyə? Vətəndaş konkret insulinə bağımlı olan bir şəxs kimi qeydiyyatda olubsa, bunun insulin dirəncinin və yaxud insulin dirənci demək, insulin miqdarının müəyyən edilməsi ilə bağlı tövsiyə edirəm ki, endokrinoloji mərkəzdən bir dənə də qərar əldə eləsin, yəni rəy. O rəylə müraciət eləsin poliklinikaya. Poliklinikadan da göndəriş alıb gedə bilər endokrinoloji mərkəzə. Poliklinika bu ilə bağlı müvafiq form 88-i doldursun, yenidən göndərsin. Və bu ilə bağlı tibbi sosial reabilitasiya agentliyi yenidən araşdırma aparsın və qərar qəbul etsin. Bu qərar vətəndaşı narazı salsa, müraciət etsin inzibati məhkəmə. İnzibati məhkəmədə də ekspert qarşısında hakimə vəsadət versin ki, hakim ekspert qarşısında bu sualı qoysun. Vətəndaşın Doppler müayinəsi aparılmaqla insulin miqdarını müəyyən etməklə onun insulindən asılı olma faiz dərəcəsi dəqiq olaraq müəyyən edilsin. Müəyyən ediləndən sonra ona müvafiq əlillik dərəcəsi düzgün təyin olunacaq. Bacım bir əlilliyə görə 3-cü qrup verilib, psixi qüsurdur və əmək qabiliyyəti də yoxdur. Bu nə dərəcədə doğrudur? 3-cü qrupun verilməsini soruşur ki, bu nə dərəcədə doğrudur? Bilirsiniz necədir? O psixi qüsurlu olan şəxslərə münasibətdə 3-cü dərəcəli əlilliyin təyin olunması mən hesab edirəm ki, yol verilməzdir. Niyə? Onlara bir mənalı şəkildə sağlam imkanların pozulmasının 65-80% həcmində təyin olunmalıdır. Amma mən hüquqşünasam da, vəkiləm. Buna mən hüquqi anlamda bir şərh verirəm. Amma buna diaqnozu qoyan həkim. Hansı həkim? Tibbi sosial reabilitasiya agentliyinin həkimini nəzərdə tutmuram. Adi bunun müalicə aldığı, bu vətəndaşın müalicə edildiyi həkim buna deməlidir ki, ay mənim hörmətli pasiyentim, mənim xəstəm, sənə bu sənin faiz dərəcən budur. Reabilite olma imkanların da budur. Buyur, get, mən bu diaqnozun arxasındayım. Nə mənada? Bu diaqnoza uyğun əlillik təyin oluna bilər sənə. Bir ehtimal, bir proqnoz versin ona. O proqnoz irəli gələrək mən əminəm ki, özünü doğruldacaq. 099 907 907 WhatsApp nömrəsinə gələn bir xeyli suallar da var. Bizi WhatsApp'dan, savayı həmçinin sosial media hesablarımızdan, yəni Vaxt Medianın və Yurd FM-in YouTube və TikTok səhifələrindən izləyən izləyicilərimiz də sual göndərir. Mən deyir, onkoloji xəstəyəm, 5 il pensiya almışam. İndi kəsiblər və belə başa düşdüm ki, xanımın bir sinəsi də götürülüb. Soruşur ki, yəni bu nə dərəcədə doğrudur? Faktiki olaraq da
Bilirsiniz necədir? O qəbuldan olan vətəndaşlara münasibətdə mən yenə də deyirəm, reabilitə olunma imkanları nəzərə alınmaqla Tibbi Sosial Reabilitasiya Agentliyi ona müayinəyə cəlb edib və onun pensiyasını dayandırıb. Tövsiyə edirəm ki, vətəndaş bu ilə bağlı əgər ağırlaşmaları varsa müraciət eləsin. Poliklinikaya yenidən formaşda 8 göndəriş göndərilsin və bu ilə bağlı müayinəyə cəlb olunsun. Əgər ağırlaşma yoxdursa, mən tövsiyə edirəm ki, vətəndaşa sevinsin. Bu elə xəstəlikdir ki, yəni buna müvafiq bunun reabilitə olunma imkanları qanunvericisi, daha doğrusu təcrübədə var, görmüşük. Aydındır. Yəni buna əlilliyin təyin olunması mənim zənnimcə hələ ki yol verilməzdir. 187 nömrəli Nazirlər Kabinetinin qərarında reabilitə olma imkanları burada var. Aydındır. Bir sual da var. Deyir ki, sağalma imkanım yoxdur. Göz dibim dəlikdir. İkisi də yəni müalicəsini deyir ki, imkanı yoxdur və gözüm də demək olar ki, görmür. Aydındır. Belə olan halda deyir, əlilliyin təyinatı ola bilərmi? Əlbəttə ki, ola bilər. Əgər sizin görmə faiziniz müəyyən faiz dərəcəsində, yəni belə deyək də görməmək dərəcəsindədirsə, bunun əlilliyin təyin olunması sizin müvafiq oftalmoloji mərkəzin həkiminizin rəyi əsasında siz bunu müəyyən edə bilərsiniz. Amma bunu kağız üzərinə qoyub müvafiq əlillik dərəcəsinin təyin olunmasının nail olmaq istəyirsə, buyurun, müraciət eləyin poliklinikaya, poliklinika göndəriş versin, formaşda 8 tam doldurulsun, sizin diaqnoz tam formaşda 8-də yazılsın və göndərilsin müvafiq əlillik komissiyasına. Şəhid üçün inşa edilmiş fərdi yaşayış evini almışam. Heç bir sənəd olmadan torpağın və evin çıxarışı üçün ümumi nə qədər pul lazımdır? Pulunu indi biz bilmirik, amma bu məsələ heç sənəd alınması məsələsi heç biraz müşkül olacaq. Mən hesab edirəm ki, burada perspektiv sıfıra bərabərdir. Yəni vətəndaşın qanuni istifadəsindəki olan əmlakın özəlləşməsindən söhbət gedirsə, burada nə qanuni istifadədən söhbət gedir, nə də ki, bu qanuni istifadəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan. Reyestr xidməti deyir ki, mənə qanuni sənədi gətir, təqdim elə, mən qeydiyyatımı aparım. Burada nə sənəd var? Heç bir sənəd yoxdur. Məndə deyir, dağınıq skleroz xəstəliyi var. MRT müayinələrində baş, boyun və döş qəfəsi nahiyələrində zədələnmələr, lezyonlar aşkar olunub. Hazırda sağlamlıq vəziyyətim ağırdır. Mənə 2 bal yazıblar. Yəqin ikinci qrup. Mən bu balla pensiyaya necə çıxa bilərəm? Sol hissəm keyimə də işləmir, sağ əlimə də keçir artıq. Yerimə hərəkətim isə zəifdir. Dağınıq skleroz xəstəliyi elə bir diaqnozdur ki, bunun reabilitə olunma imkanı sıfıra bərabərdir, sıfıra yaxındır. Bu vətəndaş ikinci dərəcəli əlillik təyinatından narazıdırsa, əgər o təyinat barədə qərardan bir ay müddət keçməyibsə, onu mübahisələndirsin məhkəmədə. Yəni, o qərarı məhkəmədə bir ay müddətində mübahisələndirə bilər və deyə bilər ki, mənə müvafiq birinci dərəcəli əlillik təyin olunsun. Və bu yaxınlarda bu ilə bağlı ali məhkəmənin bir qərarı qəbul edildi. Sırf birinci dərəcəli əlillik ilə bağlı 3 ulduzlu qərarlar qəbul olunur. Yəni, bu əlillik təyinatı mən vətəndaşa buradan deyirəm ki, ona məncə birinci dərəcəli əlillik təyin olunmalıdır. Bir dinləyicimiz də soruşur ki, 60 yaşım var, staj 25 ildir, kapitalımsa 46 mini keçib yəni. Pensiyaya daha tez çıxa bilərəmmi? Mən vətəndaşa tövsiyə edirəm ki, Əmək Pensiya Haqqı Qanunun 7-ci maddəsinə əsasən müraciət eləsin DOST xidmətinə. DOST xidmətində ona müvafiq cavab versinlər. Yəni ki, yazılı qaydada da müraciət edə bilər Dövlət Sosial Müdafiə Fondu sosial ödənişlərinə. Siz nə deyirsiniz, çıxa bilər yoxsa yox? Bilirsiniz necə, qanunvericilik dəqiq göstərilib ki, çıxa bilməz də. Yəni orada 45 min məbləğində formalaşmağı, orada vətəndaşın 25 il stajı, amma yaş tamam olmur. Yaş tamam olmalıdır. 65 tamam olmalı. Əgər onun hüququ yaransaydı, pensiya avtomatik təyin edilərdi ona. Yəni avtomatik təyin olunardı. Bəli, avtomatik qaydada. Bu saat avtomatlaşdırılıb. Aydındır. Bir digər sual var. Deyir ki, 2017-ci ildə əmək pensiyası haqqında qanuna dəyişiklik edildi və heç bir keçid müddəası qoyulmadı. Bu dəyişiklik ərəfəsində düşən pensiyaçıların bəzilərinin hüquqları pozuldu. Həmin dövrdə keçid müddəalarının olmaması əsas gətirib hüquqlarımızı məhkəmədə mübahisələndirməmiz mümkündürmü? Yəni perspektiv nə qədərdir? Hörmətli vətəndaş, əmək pensiya haqqında qanunda keçid müddəa qoyulmayıbsa, qanuna dəyişikliyin özündə ehtiva edilən normada konstitusiyamızdakı var. 148-ci maddə nə üçündür? Bəli. Dövlət sizin üçün, dövlət bu saat sağ olsun, qanunvericilikdə kifayət qədər əsaslar var ki, siz istənilən hüquqi mexanizmdən istifadə edib məhkəmədə iddia qaldırasınız bu ilə bağlı. Siz hüququnuzu tələb edin.
dinləyicilərimizdən gələn suallar var və o sualları da səsləndiririk. Bugün sırf pensiya, sosial müavinət və bu qəbildən olan suallara vaxt ayırmışıq və biz də səsləndiririk burada həmin o qəbildən olan sualları təbii ki. Anam deyir 38 il stajı var, 65 yaşında pensiyaya çıxanda 400 manat pensiya aldı. 66 yaşında işdən çıxanda pensiyasının üstünə 55 manat da gəlib. 55 manat sizcə az məbləğ deyilmi? Bilirsiniz necədir? Bu məbləği müəyyən eləyir. Yenidən hesablamanı müəyyən eləyən, misal üçün, Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsi. Və daha doğrusu əvvəl rayon şöbələrinin də onların hamısı ləğv olundu. Müvafiq Dövlət Sosial Müdafiə Fondunun müvafiq idarəsi. Siz bu ilə bağlı məbləğdən narazısınızsa, siz pensiyanın yenidən hesablanması və ümumiyyətlə pensiyanın hesablanması ilə bağlı Nazirlər Kabinetinin 1992-ci il tarixli qərarıyla bağlı müraciət eləyə bilərsiniz ki, mənim pensiyamı düzgün hesablamamısınız. Ay DSMF, ay Dövlət Sosial Müdafiə Fondu. Mənə izah elə görüm ki, sən bunu hansı hesablama qaydasından hesablamısan və bu ilə də bağlı mənə məlumat ver. Sizin hüququnuz vardır. Əgər bu hissədən cavabdan narazı qalsanız, buyurun məhkəməyə müraciət edin. Aydındır. Deyir ki, 36 il iş stajı var, 57 yaşım var. 50 il uşağın qəyyumluğum var, 50 uşağı qəyyumluq edib və pensiyaya bu halda tez çıxa bilərəmmi? Müavinət təyin ola bilər sizə. Pensiya yox, ayrıca müavinət təyin ola bilər. Bunun üçün hara müraciət edə bilər? Sosial Xidmətlər Agentliyi, daha doğrusu üzr istəyirəm, DOST xidmətinə müraciət edə bilər. Müvafiq Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərlə bağlı mərkəzi filialına da müraciət edə bilər. Aydındır. 14 ildir deyir, ikinci qrup əlilliyə görə pensiya alıram, amma ömürlük olmayıb. Nə dərəcədə doğrudur? Demək 14 ildir bu vətəndaşa müddətli əlilliklər təyin olunub, ən axırıncı da müddətli olub. Vətəndaş hesab edir ki, bu müddətli ömürlük olmalı idi. Baxmaq lazımdır onun diaqnozuna. Əgər onun diaqnozu faiz dərəcəsi və o diaqnozun reabilite olunma imkanları, ağırlıq dərəcəsi və onun ağırlıqları, yəni ağırlaşmaları varsa ona ömürlük təyin oluna bilər. Əgər bu qərardan narazıdırsa, müraciət etsin məhkəməyə və müvafiq pensiyanın əlilliyin təyin olunması ilə bağlı ekspertiza təyin olunsa, müəyyən olunacaq o diaqnoz və ağırlaşmalar ona ömürlük əlillik təyinatı ilə bağlı məhkəmə qərar çıxarda bilər. Deyir ki, 24 il stajım var, 2005-ci ilə qədər olub. 2 ildədir adıma vön var. Vergi ödəyicisi olmuşam. Bu 2 ili və 24 ilin üstünə gəlib mənə 320 manat pensiya verə bilərlərmi? Yəni tam olsun da. Yəni... Mən də onun sualına yaxşı mənada sualla cavab verirəm. Siz DOST xidmətinə və yaxud Dövlət Sosial Müdafiə Fonduna müraciət etmisinizmi? Bu ilə bağlı. Tutar ki, etsə misal üçün mümkündürmü? Mən inanıram ki, var. Bilirsiniz necədir? Orada heç kim sizin düşməniniz deyil. Gedin, sənədlərinizi təqdim eləyin. Əsaslandırın fikrinizi. Mən inanıram ki, orada çox vətəndaşa pensiya təyin olunur. Az vətəndaş gəldi ki, ay hörmətli vəkil. Yəni bu indi gəlirmi onun üstünə? Əlbəttə ki, o vön üzrə məcburi sosial sığorta haqları ödənilibsə. Çünki ödənilmiş, bəli, tutaq ki. Ödənilibsə, bu da əmək fəaliyyətidirsə, o qanuni fəaliyyətdirsə. Bəli. Yəni o vergisi ödənilibsə, sığorta haqları ödənilibsə, məcburi niyə də verilməsin? Niyə də verilməsin? Hər halda. Dinləyicilərimizdən gələn suallar var, amma xüsusən də sosial media hesabından, ya TikToka gələn sualları indi cavablandıracağam. Amma bizə WhatsAppdan yazan dinləyicilərimizin suallarını isə reklamdan sonra səsləndirəcəm ki, çünki ola bilər ki, onlar sırf radiodan bizi dinləyirlər. Məhz reklamlardan qayıdanlar sonra da onların da eşitmə imkanı olsun. Hələlik isə bizdə qısa bir reklam fasiləsidir. Radyo Vəkil Xəyal Orucoğlu'nun təqdimatında. Qaldığımız yerdən davam edirik. Radyo Vəkil proqramını dinləyirsiniz. Vəfadar Piriyev bugün bizim vəkil qonağımızdır. Sosial təminatla bağlı olan sualları cavablandırır. Pensiya, əlilliyin təyinatı və s. bu qəbildən olan suallara aydınlıq gətiririk və dinləyicilərimizdən gələn bir xeyli suallar var. Mən bir məsələni istərdim ki, sizlə də bir dəqiqləşdirək. Çünki zərərli əmək şəraitində çalışan və Azərbaycan SSR dövründə fəaliyyət göstərən insanlar olub ki, onlar bəzən 65 yaşı hələ də tamam olmayanlar var, Vəfadar bəy. Bəzən müraciət edib daha tez pensiyaya çıxmaqla bağlı müraciət edəndə onlara belə bir əsas gətirirlər ki, sizin deyək ki, müstəqillik dönəmindən əvvəlki olan o müəyyən bir iş müddətiniz, təcrübəniz sistemdə görünmür deyə siz deyək ki, daha əvvəl, daha tez pensiyaya çıxa bilmirsiniz. Baxmayaraq ki, deyək ki, şəxs metroda mı çalışıb, nə bilim, tikintidə mi çalışıb, şaxtada və s. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, bu necə olmalıdır, necə tənzimlənməlidir? Birinci baxmaq lazımdır o vətəndaşın işlədiyi iş yeri var ha. O iş yeri ləğv olunubsa, onun arxivi hara verilib, onun belə deyək,
varisi hansı qurumdur? Aha. Misal üçün tikinti trestləri var. Tikinti trestləri ləğv olunub, hamısı verilib müvafiq nazirliklərin tərkibinə. Bəli. O müvafiq nazirlik o arxiv saxlayırsa o iş yerində, o Kəsində saxlamalıdır. saxlamalıdır, məncə də saxlayır. Oranın HR servisinə, yəni kadr şöbəsinə müraciət etmək lazımdır ki, hal-hazırda bu trestdə indi sizin o fəaliyyətdə olan iş stajını yerinə yetirən, fəhlə vəzifəsini yerinə yetirən, iş stajını yerinə yetirən şəxslə 80-cı ildə yerinə yetirilən o vəzifə ilə əmək funksiyaları eynilik təşkil edirmi? Qanunun analogiyası. Eynilik təşkil edirsə, eyni fəaliyyətlə məşğul olursa, məhkəmə buna hüquqi qiymət verə bilər. Aha. Və şəxs daha tez çıxmaq imkanını əldə edə bilər. Əldə edə bilər. Aha. Bunu məhkəmə gedişatında hakim sorğu verir həmin o arxiv saxlayıcı, həmin o şirkətə. Bəli. Deyir ki, bax misal üçün, neft şirkətində işləyib vətəndaş trestdə, dənizdə işləyibdir. İndi müvafiq neft şirkəti var da, ad çəkməyə düzgün deyil. Neft şirkəti, tutaq ki, X bir neft şirkəti orada o funksiyaları yerinə yetirir. X bir xarici şirkətdir. Müraciət edir o X xarici şirkətə ki, bu iş stajını, əmək funksiyalarını yerinə yetirən Bəli. peşə güzəştli sayılırmı? O da yazır, bəli, bu əmək funksiyaları vəzifə təlimatına əsasən, hakim o vəzifə təlimatında alır sorğu ilə. Bəli. O vəzifə təlimatından da bir dənə sorğu ilə cavab alır ki, bu vəzifə təlimatına uyğun olaraq bu əmək funksiyaları yerinə yetirən şəxsin 80-cı illərdə yerinə yetirdiyi əmək funksiyaları eynilik təşkil edirmi? Edirsə, Belə en qədər məhkəmə qərarları çıxardıb məhkəmələr. Aydındır. Və vətəndaşın xeyrinə. Bəli. Dinləyicimizdən gələn suallar da var. Deyir ki, 2006-cı ilədək hər il üçün pensiya kapitalı necə hesablanır 2006-cı ilə qədər? Bəli. 2006-cı il pensiya kapitalının hesablanma qaydası, pensiyanın hesablanma qaydası Nazirlər Kabinetinin 92-ci tarixli qəbul olunmuş pensiyanın hesablanma qaydasından öz təsdiqini tapır. O qaydanın, pensiyanın hesablanma qaydası konkret əmək pensiya haqqında qanunda yazılır. Pensiya kapitalı plus iş stajı bərabərdir bu. Onu 144-də bölürlər. Düstur kimidir, hə? Düstur kimi. Çünki Mən də buna bağlı hüquqşünasam, açıq da deyim, hörmətli dinləyicilər də bilsin. Mən o düsturu açıq, bax buradan da etiraf edirəm ki, mən bilmirəm onu. Yəni onu riyazi hesablamalar yəni o beynimi ondan yormuram. Hər halda aydın məsələdir. Bir dinləyicimiz soruşur ki, deyir 18 il əlil uşağa baxmışam, işləyə bilməmişəm, 59 yaşım var. Mən nə vaxt pensiyaya çıxa bilərəm? Çox təəssüflər ki, siz gələcəkdə əvvəl gərək müraciət eləyərdiniz rayon icra hakimiyyətinə və müvafiq Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət eləyərdiniz ki, hörmətli vətəndaş. Mən sağlam imkanlarına məhdud olan şəxsə qulluq eləmişəm, mənə pensiya təyin edin. İndi eləməmsiz, Allah canınızı sağ eləsin. İndi hal-hazırda da siz həmin imkanları məhdud olan şəxsə qulluq edirsinizsə, tövsiyə edirəm ki, dostluq xidmətinə müraciət eləyin. Deyin ki, mən o vaxtı uşağı hamı üçün bəlli olan hala sübuta ehtiyacı yoxdur. Uşaq nə vaxt xəstələnib, onsa uşaq doğulandan xəstədirsə, siz ona qulluq eləmişsiniz, ona başqa şəxs qulluq eləməyib ki, hamı üçün bəlli olan haldır. Bəli. Bu ilə bağlı deyin ki, tələb eləyin ki, pensiya fondu sizə Dövlət Sosial Müdafiə Fondunun müvafiq idarəsi isə pensiya təyin eləsin. Tutaq ki, imtina elədi, müraciət eləyin məhkəməyə. Bir dinləyicimiz də soruşur ki, mən maşinist işləmişəm. Postsovetlərdə bizi çıxartdılar 55 yaşda. İndi neçədə çıxardılar zərərli olduğuna görə, yəni mən daha tez çıxa bilərəmmi? Əgər siz yer altında, metro tikintisində, metroda olan, yəni vaqon maşinisti olmuşsunuzsa, onlara münasibətdə fərqlidir. Onlara, belə deyək, düşmür. Və bu ilə də bağlı qanun qüvvəmiş məhkəmə qərarları var. Orada ancaq fəhlələrə, tunel tikintisində iştirak edən şəxslərə, operatorlara, elektriklərə düşür. Siyahıda onlar var. Aynen. Qatar maşinisti yoxdur. Amma yer üstündə olan qatar maşinistlərə münasibətdə, qatar tərtibçisi, qatar maşinisti bu ilə bağlı Nazirlər Kabinetinin qərarında göstərilmiş siyahı da var. Siz müraciət eləyə bilərsiniz 60 yaşdan sizə güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Yəni daha tez. Bəli, 60 yaşdan. 60 yaşdan. Bir dinləyicimiz də soruşur ki, deyir, Şəkidən yazır bizə. Deməli, deyir, qardaşımın 4 uşağı var, 5-ci də olacaq. Qardaşım özü deyir, 3-cü qrup əlildir, işləmir. Hər dəfə deyir, ünvanlı sosial yardımla bağlı müraciət edir, imtina gəlir. Nə edək ki, ünvanlı sosial yardımı... İmtinada nə yazırlar, hörmətli vətəndaş? Yazsın da bir dənə bura, xahiş edirəm. Mənə çox maraqlıdır, görüm nə yazırlar.
Aydındır. Hər halda bu imtahanın... Tutaq ki, yazır, bax belə yazacaq. Yazır ki, tutaq ki, sizin komissiya müəyyən elədi ki, mənzil şəraitinə baxıldı, müəyyən elədi ki, sizin adınızda tutaq ki, bir maşın var və yaxud pay torpağı, rayondur da, bəlkə də pay torpağı var adına. Müraciət eləsin Şəki İnzibati Məhkəməsinə. Tövsiyə edirəm, orada kifayət qədər ədalətli hakimlər var, baxılacaq onun işinə. Əgər bu əsasla imtina olunubsa, vətəndaşın pay torpağı var, bu adam xəstə adamdır, necə geçsin, əksin becərsin orada. Axı bunun 4 uşağı var, bu adam da xəstə adamdır. 5-ci də olacaq hələ. Bəli, bu komissiya baxıb ona müvafiq rəy düzgün hesablayıb verməyibsə, buyursun məhkəməyə müraciət eləsin. Və ondan təmin etmək mümkündür deyirsən. Mən hesab edirəm ki, o iddiada perspektiv var. Deyir ki, dinləyicimiz soruşur ki, 15 il dövlət işində orta məktəbdə kitabxanaçı işləmişəm. Pensiya düşmürsə boşuna mı işləmişəm onda? Qanun deyir. Bax, bir də deyirəm, hörmətli vətəndaş. Bax, bu sual yaxşı oldu ki, bir də verildi. Və yaxud da mən xəyal müəllimlə bunu müzakirə edirdik. Əmək pensiya haqqında qanun 7-ci maddəsində dəqiq olaraq göstərilib. 60-63 kişilərə və qadınlara müvafiq o bərabərləşdi oldu 65. Pensiya kapitalı kifayət qədər varsa 45 mindən çoxdursa misal üçün. Onun sosial sığorta stajı əhəmiyyətli rol oynamır onda. Olur onun pensiya yaş senzi 65 yaşına çatmağı əsasdır. Düstur gəl quraq. 65 yaş qadın kişi plus pensiya kapitalı bərabərdir əmək pensiyasının təyinatı. Aha, da 25-dir, 23-dür, bu önəmli sayılmayacaq. Pensiya kapitalı da nə qədərdir? Minimum pensiya kapitalı 45 min tələb olunur. 25 min sizin, bəli, 25 min sizə kifayət deyil o. 35 min sizə kifayət deyil. Gərək o 45 mini keçmiş olsun. Mən vətəndaş tanıyıram, yəni adını çəkmirəm. Pensiya kapitalında 120 min pul var. Ola bilər, yəni. Mən deyir 3 ildir 50'lik ala bilmirəm gözdən. Deməli, belə başa düşdüm ki, deyir astigmatizmdir. Hər iki gözümdə bulalmalar var. 01-02 əlil, beləcə də yazıb. Məncə ona, o artıq əlildir. Mən ona burada, indi mənim səlahiyyətim deyil, amma hüquqi cəhətdən deyirəm o əlildir. Yəni elə düşünürsən? Bəli, mən elə düşünürəm. Və bu adam, bu şəxs, bağışlayın, adam deyəndə əsəbləşdi. Bu şəxs, hörmətli vətəndaş, narazıdırsa bu qərardan, onu amma bəlkə desəniz müraciət eləyib, desə 3 ildir cavab vermirlər. 3 ildir deyirsə, 50'lik ala bilmirəm, müraciət eləyib. Günah o vətəndaşdadır. Sən bu qərarı almısan, ləğv qərarını və yaxud imtina qərarını, buyur müraciət elə İnzibati Məhkəməyə. Yəqin o tərəfində fikirləşməyib. Fikirləşməyib, ona deyən olmuyor. Vətəndaş da bilmir hüququnu, bizim də borcumuzda ona deyək. Bəli. Bir dinləyicimizə soruşur ki, əgər rayonda dost mərkəzi yoxdursa, pensiyaya görə hara müraciət edək? Yəni, və istəyir. Çox rahat. Bu adam tutaq ki, yenə bu adam dedim, yəni bu şəxs, bu hörmətli vətəndaş tutaq ki, qalır Astara rayonunun Pensər qəsəbəsində. Lənkəranda müraciət eləyə bilər, orada dost xidməti olmalıdır. Və yaxud da uzaqdadır, gedə bilmir. Xəstə adamdır. Gedir poçtla bir A4 vərəqədə yazır. Xahiş edirəm, mənə müvafiq qaydada əmək pensiyamı misal üçün yenidən hesablayın və yaxud əmək pensiyası təyin edin və yaxud mənə müavinət təyin edin. Onu yazır, o ərzənin arxasına müvafiq sənədləri qoşur, göndərir sosial ödənişlərin mərkəzi filialına, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filialına. Onun bir surətində göndərir Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə. Ona cavab gələcək. Aydın. Bu artıq müraciət olunmuş sayılacaq. Bəli. Bir dinləyicimiz soruşur ki, DSMF artıq ödənilmiş pensiyanı geri istəyir. Cavab yaza bilmirəm ki, tutulmağına razı deyiləm. Sizin səhviniz ucbatından mənim pensiyamın niyə gerisini istəyirsiniz? Bu da bir aktual məsələdir. Çox aktual məsələdir. Misal üçün, əgər vətəndaşa əmək pensiya haqqında qanunun 45-ci maddəsinin 2-ci yarım bəndinə əsasən əmək pensiyası yenidən hesablanıbsa, bu ilə bağlı Ali Məhkəmə bu yaxınlarda bir qərardat elan verdi və o ilə bağlı məhkəmələrdə mübahisə gedirsə bu işlərlə bağlı, onlara belə deyək də amnistiya tətbiq olundu. Amma məhkəmələrdə baxılmayan işlərə münasibətdə Ali Məhkəmə qərar qəbul edir ki, əmək pensiya haqqında qanun tələblərinə zidd hərəkət eləməyib pensiya fondu. Bu Ali Məhkəmənin qərarıdır, biz buna heç bir şərh verə bilmərik. Amma 45.2-yə əsas deyilsə, başqa bir əsaslar üzrədir. Tutaq ki, bu adama pensiya təyin olunub 65 yaşda, pensiya orqanı 2017-ci ildə təyin edib onu. Və sonradan pensiya orqanı bunu hesablayanda müəyyən edib ki, ayda bu düzgün hesablanmayıbdır. Səhv hesablanıb. Özləri səhv hesablayıbdır. Bəli. Tövsiyə edirəm ki, vətəndaşa məhkəməyə müraciət eləsin
Məhkəməyə də ərizə yazanda yazsın ki, düz ona rəsmi qaydada qərar təqdim olunmayıb. Yazsın ki, pensiyanın yenidən hesablanıb ləğv edilməsi barədə qərar ləğv edilsin. Təmin olunacaq deyirsiniz, yəni ehtimal ki. Məhkəmə o hissədə araşdırma aparacaq ki, nəyi səhv eləyib inzibati orqan. Məhkəmə o işə ədalətlə baxacaq. Aydındır. Bir dinləyicimiz yazır ki, iki dinləyicimizin yazdığını bir yerdə oxuyacağım. 70 yaşından anama mən baxmışam, 15 il, 18 il stajına görə beləcə də yazıb. Bir digər dinləyicimiz də bu qəbildən bir sual yazıb ki, deyir mən 18 il, 50 il uşağa baxmışam və mən 60 yaşında pensiyaya çıxa biləcəmmi? Ama yaşayır. Allah ömür versin. Əgər siz sağlam imkanlı məhdud olan şəxsə qulluq etmisinizsə və bu ilə bağlı müvafiq icra hakimiyyəti orqanına, yəni rayon icra hakimiyyətinə və Dövlət Sosial Müdafiənin o vaxt rayon şöbəsinə müraciət edib qeydiyyata düşmüsünüzsə və müavinət əldə etmisinizsə, etməmisinizsə, bu ilə bağlı siz 65 yaşa çatanda pensiya hüququ əldə edə bilərsiniz. Əgər qeydiyyatdasınızsa, müraciət eləmisinizsə, müraciət etməmisinizsə, 65 yaşa çatanda istəyirsinizsə o sizə təyin olsun. Elə indidən yaxşı olar ki, qeydiyyata düşməklə bağlı müraciət edəsiniz. Bir məsələni də yer gəlmişkən soruşum sizə. Yəni 50 şəxsə baxan adam və ona da dövlət tərəfindən müəyyən bir müavinət verilirsə, mütləq verilir. Bax bu sonraki dövrdə, yəni üzərindən 65 yaşa çatanda bu pensiya kapitalı kimi hesablana bilərmi və şəxsə ona görə sanki işləyirmiş kimi müəyyən bir müavinət verilə bilərmi? Ona əmək pensiyası təyin edilməli. Əmək pensiyası, bax onu soruşmaq istəyirəm. Bəli, yaşa görə əmək pensiyası. Çünki ona sosial sığorta stajı hesablanır axı. Hə, çünki şəxs işləyə bilərdi, amma şəxsə baxıb deyə amma sizin qəşəng sualınız var. Sizin sualınızda bir dənə sual var. Deyirsiniz ki, pensiya kapitalı necə formalaşa bilər orada? Ödənişlər olmur axı. Bəli. O hissədə qanun belə deyək də, vətəndaşa əmək pensiyasının müvafiq, yəni yerinə yetirdiyi yaşa görə də və illərə görə o hissədə belə deyək də qanunda boşluqdur. Maraqlıdır. Bəli, bu hissədə mən ona, amma qanun da deyir ki, ona pensiya təyin olunmalı. Sağlamlıq imkanı məhdud olan şəxsə pensiya təyin olunur. Pensiya təyin olunmalıdır. Amma belədir ki, ona müvafiq qaydada hələ ki müavinət verənlər də var. Verilən şəxslər də var. Yəni bu dediyim sualın cavab gözlədiyim tərəf odur ki, yəni o şəxsin yəni iş stajı sayılır o. Olunmalıdır. O iş stajı tələb olunur. Müvafiq vətəndaşın yerinə yetirdiyi iş stajına bərabər staj hesab olunur. Olunur. Aydındır. Təşəkkür edirəm sizə Vəfadar bəy. Çox sağ olun. Gəldiniz, suallarınızı cavablandınız. Hələ keçmiş o bir saata da keçmiş danışıq. Artıq yekunlaşdıraq ki, növbəti saata daxil olmayaq, girməyək. Minnətdarıq sizə. Suallarımızı cavablandırdığınız üçün, maraqlı və ətraflı cavablar üçün dinləyicilərimizin də hər birinə ayrı-ayrılıqda təşəkkür edirik. Radio Vəkil proqramını dinləyirdiniz. Sabah eyni vaxtda yenidən burada olmağa çalışacağıq inşallah və sizinlə mən Xəyal Orucoğlu idi. Eşitdirmək ümidi ilə hələlik.